Kəsrin tam ixtisarı. Biz keçəndən kəsirlərin ixtisarını keçmişdik. Kəsirin ixtisarı nə deməkdir? Kəsiri sürət və məxrəcini eyni bir ədədə bölmək. Hissə-hissə ixtisar edə bilirdiniz. Yəni müəyyən məsələn 36-nı hissə-hissə ixtisar etdikdə 36, 42. Bilirik, hər ikisi 2-yə bölünürdü. 2-yə bölürdüm, 36 2-yə 18, 42 2-yə 21. Sonra hər ikisi 3-ə bölünür, 3-ə bölürdü, 6, 21, 3-ə 7 oldu, 7-də 6. Yəni bu ixtisarımız adlandı hissə-hissə ixtisar. İndi bunu tam ixtisar etmək üçün 36 və 42-yə əbob tapırıq. 36 ilə 42-nin əbobu 6. Yəni biz bunu birbaşa 6-ya bölərək tam ixtisar etmiş oluruq. Yəni 36-nı bölürük 6-ya, 42-ni də bölürük 6-ya. Hər ikisi 6, 6, 7-də 6. Yəni bu artıq tam ixtisar olunur. Çünki 7-də 6, 7 və 6 qarşılıqlı sadə ədədlərdir. Nə üçün? Ardıcıl ədədlər olduğuna görə onlar qarşılıqlı sadə ədədlər. Və ya həmin ədədlərin vuruqlarını yazarıq. Yəni 36-nı sadə vuruqlarına ayırsaq, 36, 2, 18, 2, 9, 3, 3, 3'ə 1. 42'nin sadə vuruqlarına ayırsam, 21, 3'ə 7, 7'yə 1. 36'nın vuruqlarını yazıram, 2, 2, 3, 3. 42'nin vuruqları 2, 3, 7. Sonra ixtisar edirik. 2 ilə 2, 3 ilə 3, yerdə qaldı. Surətdə 2 vurulsun 3, məxrəcdə 7. Yəni 7-də 6. Hər bir yolunuz doğrudur. Hansı sizə asan gəlirsə, o yolla ixtisar edə bilərsiniz. Yadda saxla hissəsini yenə də kəsirin surət və məxrəci qarşılıqlı sadə ədədlər olarsa, bu kəsir ixtisar olunmayandır. Yəni qarşılıqlı sadə olması üçün də ortaq böləni yalnız 1 olmalıdır və ya əbobu 1-ə bərabər olmalıdır. Bir də o qaydalarımız vardır. Ardıcıl ədədlərin qarşılıqlı sadədir. Ardıcıl tək ədədlər qarşılıqlı sadədir. İstənilən iki sadə ədəd qarşılıqlı sadədir. İndi deyir, ixtisar oluna bilən kəsirləri müəyyənləşdirin və ixtisar edin. Baxırıq, birinci kəsirimiz 30-da 10, bəli ixtisar olacaq, hər ikisi cütdür. 56-da 28 yenə də cütdülər, ixtisar olun. 17-də 7 qarşılıqlı sadədir, ixtisar olunmayacaq. 80-də 48 ixtisar olunur. 90-da 18 cütdülər deyə ixtisar olunacaq. 22-də 15 ixtisar olunmur. 114-də 57 ixtisar olunur. Çünki 114 ilə 57-yə bölünür. 30-da 24 cütdü ixtisar olunacaq. 60-da 32 ixtisar olunur cütdülər. 120-də 72 cütdü ixtisar olunur. 21 və 20 ardıcıl ədədlərdir. Qarşılıqlı sadədir deyə ixtisar olunmur. 200-də 75 ən azı baxan kimi görür ki, hər ikisi 5-ə bölünür deyə, bəli, bunlar da ixtisar olunur. Müəyyənləşdirin və tam ixtisar edin. Gəl, 30-da 10. Hər ikisi 10-a bölünür, qaldı 3-də 1. 56-da 28. 56 28-ə bölündüyünə görə hər ikisini 28-ə bölürük, 2-də 1. Sonra 80-də 48. Bunlar üçün əbob 16-dır. 80-i 16-ya böldüm 5. 48-i 16-ya böldük 3. Növbəti 90-da 18. 90 18-ə bölünür. 18 18-ə 1. 90 18-ə 90-da 18-ə böldük 5 dəfə. Yəni 5-də 1. Növbəti 114-də 57. 114 57-yə bölünür. 57-yə böldük 2. 57-nin də 57-yə 1. 30-da 24. Hər ikisi 6-ya bölünür. Yəni əbobları 6-dır. 24-ü 6-ya bölürəm 4, 30-u 6-ya bölürəm 5, 5-də 4. Yenə əbobları tapmaq qaydasını da bilirsiniz. O 24, 30-u da sadə vuruqlarına ayırıb taparsınız. Sonra 60-da 32.
4-ə bölünürlər. Hər ikisi 32 4-ə 8, 60-ı 4-ə 15. Növbəti 120-də 72. Hər ikisi 24-ə bölünür. 72 24-ə 3, 120-ni 24-ə 5. 200-də 75, hər ikisi 25-ə bölünür, bərabərdir. 75-i 25-ə böldük 3 dəfə, 200-ü 25-ə böldük 8 dəfə. Yəni bu da 8-də 3. Məxrəci bu olan düzgün və ixtisar olunmayan. Bax, bizə deyir düzgün olsun və ixtisar olunmayan olsun. A variantı 8-də düzgün olması üçün surətdə olar 1, 2, 3, 4, 5, 6, 7. Burada ixtisar olunmayan dedi deyə 8 ilə qarşılıqlı sayda, yəni 1 ola bilər. 8-də 1, 8-də 3, 8-də 5, 8-də 7. B var, B-nin də 10 olacaq. 10-da hamısını yazıram kəsir kimi. 10-da 1, 10-da 2, 10-da 3, 10-da 4, 10-da 5, 10-da 6, 10-da 7, 10-da 8, 10-da 9. Bəli, 10-da 1 ixtisar olunmur. 10-da 3, 10-da 5, 10-da 7 və 10-da 9. Qalan hamısı ixtisar olunur. Növbəti C-də 14. 14-də 1, 2 olmayacaq çünki hər ikisi cütdür. 14-də 3, 4-də olmur. 14-də 5, 6 olmur. Hər ikisi cütdür deyə 2 ixtisar gedəcək. 7-də olmayacaq. 8-də cütdür, 9 olur. 14-də 10 olmur, cütdür. 11, 12 olmayacaq. 13, düzgün olanlar bunlar. D variantında 20-də 1, 2 olmur, 3, 20-də 4 olmur, 5 olmur, 6, 7, 20-də 9, 20-də 11, 20-də 13, 20-də 17, 20-də 19. 12 nömrəli məsələmizdə 240 kiloqram alma və armud gətirdilər. Hər birində ancaq alma yaxud ancaq armud olmaqla yığmaq istədilər. Yığılan meyvələrin kütlələri bərabər olarsa, demək biz bunlar üçün əbob tapmalıyıq. Əbob 240, 270. Hər ikisində onu mötərizə xaricdən çıxararam. Əbob 24, 27. 24 ilə 27-ni sadə vurğularına ayıraq. 2, 12, 2, 6, 2, 3, 3, 1. 27, 3-ə, 9, 3-ə, 3, 3-ə, 1. Yerdə qaldı 3, 3. Bunların əbobları olur. 3, onda olacaq 10 vurulsun. 3 bərabərdir 30. Eşiklərə yığılan meyvələrin kütlələri bir yeşiyə ən çoxu neçə kiloqram meyvə yığmaq olar? 30 kiloqram. Yəni biz bu məsələmizdə başa düşürük ki, hər yeşiyə eyni miqdarda yığmaq üçün həm 240, həm 270 bu ədədə bölünməlidir. O da demək 240 ilə 270-in əbobuna bərabər olmalıdır. Bu da cavabımız olacaq 30. Növbəti 13. Sinifdə oxuyur. Şagirdlər hər sinifdə eyni sayda oğlan və eyni sayda qız olmaqla ən çoxu. Və biz yenə 91 və 119-a əbob tapırıq. Əbob 91, 119. 91, 7-yə 13, 13-ə 1. 119, 7-yə 17, 17-yə 1. Bunların əbobu olur
7, 7. Hər ikisinin də ortaq olan 7-dir. İndi deyir, şagirdləri hər sinifdə eyni sayda oğlan və eyni sayda ən çoxu neçə sinifə bölmək olar? 7 sinifə. Hər sinifdə neçə oğlan və neçə qız oxuyar? Onda 91-i bölürük 7-yə 13. 13 oğlan olur. 91-i 119'u daha doğrusu 119'u bölürük 7'ye 17 də qız. Növbəti məsələmiz. Samir buket bağlı gül dükanında 24 zambaq, 30 nərgiz və 36 o satıcıdan hər güldən eyni sayda. Eyni sayda olmaq üçün yenə bunlara əbob tapırıq. Əbob 24, 30, 36. Bunlar üçün əbob 6-dır. Ən çoxu neçə buket bağlaya bilər? 6 buket. Bir buketdə hər güldən nə qədər olar? 24'ü bölürük 6'ya 4. 4 dənə zambaq. 30'u bölürük 6'ya 5. 5 dənə nərgiz. 36'nı bölürük 6'ya 6 dənə də qızıl gül. Yəni elə bir ki 6 dənə buket bağlayacaq. 1, 2, 3, 4, 5, 6 dənə buket. Orada da 4 dənə zambaq, 5 dənə nərgiz, 6 dənə qızıl gül. Hər birində bax bu sayda güllər olacaq.